Uğursuzluğun sirri. Internet Explorer. Dünyanı açan browser necə zarafata çevrildi? 1990-cı illərin sonu, 2000-ci illərin əvvəli internet yeni evlərə gəlirdi və bir ad var idi ki, onu hamı tanıyırdı. Internet Explorer. Kompüteri açanda qarşına çıxan ilk mənzərə o idi. Bir çox insan üçün internet anlayışı birbaşa Internet Explorer demək idi. Microsoft bu üstünlüklə bazarı faktik olaraq ələ keçirmişdi. Rəqiblər ya zəif idi, ya da tanınmırdı. Explorer rəqibsiz lider idi. Amma problem də elə burada başladı. Internet Explorer illərlə demək olar ki, dəyişmədi. Yavaş açılırdı, tez donurdu, saytlar düzgün işləmirdi. Təhlükəsizlik boşluqları var idi. İstifadəçilər narazı idi, amma alternativ də az idi. Microsoft isə bunu problem kimi görmürdü. Çünki onlar düşünürdülər ki, onsuz da hamı bizi istifadə edir. Microsoftun belə düşündüyü vaxtda səhnəyə səssiz rəqiblər gəlirdi. Əvvəl Firefox, sonra isə Google Chrome. Chrome sürətli idi, sadə idi və ən vacibi istifadəçini düşünürdü. Internet Explorer isə hələ də köhnə kod, köhnə yanaşma ilə davam edirdi və birdən hər şey dəyişməyə başladı. Explorer lağ obyektinə çevrildi. Chrome-u yükləmək üçün Internet Explorer açmaq ifadəsi texnologiya tarixinin ən məşhur ironiyalarından birinə çevrildi. Ciddiyə alınmamaq bir brend üçün ən təhlükəli mərhələ idi. Microsoft isə bunu gec başa düşdü. Sonradan Edge browser ortaya çıxdı. Daha sürətli, daha müasir. Amma artıq gec idi. Internet Explorer adı liderlik yox, uğursuzluq simvolu olmuşdu. 2022-ci ildə Microsoft rəsmi olaraq Internet Explorer'i tam dayandırdı. Bu hekayənin dərsi əslində çox sadədir. Bazar səni sevsə belə, onu məcbur saxlayırsansa, ilk fürsətdə tərk ediləcəksən. Internet Explorer çökmədi, əhəmiyyətini itirdi. Bu bəzən iflas etməkdən daha ağır olur.